Doktor, nə məsləhət görürsünüz? Necə eləyək ki, ürəyimizi qoruyaq? Anadan doğulandan başlamaq lazımdır bunu. Məsələn, deyək ki, bir uşaq, biz elə həkimlərin də günahıdır. Soruşmur, anadan doğulanda neçə kilo idi? Əgər uşaq aşağı bədən çəkisindən doğulubsa, gələcəkdə ürək-damar xəstəlikləri 2-4 dəfə çox olacaq. Uşaq yaşından başlayır. Səbəb? Meyilli olur da onlar, ürək-damar xəstəliyinə meyilli olur. Çəki az olanda? Çəki az olanda böyrək çatır. Gələcəkdə böyrək xəstəliyi də çox olur. Nefronun sayı da az olur da. Və ürək-damar xəstəliyi də. Ürəklə böyrək eyni orqandadır. Biri xəstələndə, o birisi də xəstələnir. İkisi birbirine bağlı orqan. İndi son vaxtlar fikir verin. Müalicə almalıyıq. Elə əslində düz başa düşürsünüz. İndi məsələn götürürlər, uşaq anadan olan kimi göbək venasından qan götürürlər, o lipid spektrini yoxlayırlar. Sadəcə olaraq gələcək ömrünün davamında bir 16-20% arta bilər. Əgər uşaq yaşından orada yüksəkdirsə, artıq o profilaktik tədbirlər o yaşdan başlamaq lazımdır. Amma biz məsələn deyək ki, ən çox ürək-damar xəstəliyinin ölümü azaldan statin statinlərdir də, yəni qanda xolesterinin səviyyəsini salandır. Çünki təkcə onun rolu 24% ürək-damar xəstəlikləri. Məsələn, ürək cərrahiyyəsi 10-12% cəmisi ürək sonradan xəstələnəndən sonra.